Niyə bəzi xüsusiyyətlər qocalığa aiddir, bəzi xüsusiyyətlər cavan xüsusiyyətləri sayılır? Bunlar haqqında danışacağıq. Əleyhissalam 31-ci məktubun əvvəlində 7 xüsusiyyət qocalıqdan sayır, 14 xüsusiyyət gənclikdən, cavanlıqdan. Və gəncliyini pis keçirən bütün gənclər sonra qocalıqda başa düşəcəklər ki, daha doğrusu qocalıqda deyəcəklər ki, kaş başa düşərdi indi başa düşdüyümüzü cavan dövrdə, cavanlıq dövrümüzdə. Cavanların çoxsu, düz yaşamayan cavanların çoxsu qocalanda deyəcəklər ki, kaş indi başa düşdüyümüzü cavanlıqda başa düşərdik. O mənada yox ki, cavan ikən qocalardıq. O mənada yox. Yəni, cavanlıqdan düzgün istifadə edərdik, düzgün faydalanardıq. Və bütün qocalar da arzu edir ki, kaş cavanlığın o şadlığını, o sevincini indi də qoruyub saxlaya bilərdim. Burada da bir sual yaranır ki, Allah bizi bəs niyə belə yaratmayıb ki, təbii olaraq cavan vaxtımızda cavanlıq xüsusiyyətləri ilə birgə qocalıq xüsusiyyətləri də bizdə olsun. Niyə belə yaratmayıb? Ya da qocalıq zamanında cavanlığın havası qalsın. Niyə belə yaratmayıb bizi? Əgər elə yaratsaydı bizi Allah, onda biz nə zəhmət çəkməliydik? Burada da sual ola bilər ki, bəyəm mütləq zəhmət çəkməliyik? Niyə görə alnımıza yazılıb ki, zəhmət çəkməliyik? Cavab budur ki, biz mələk deyilik, biz insanıq. Biz insanıq. İnsan olmaq özlüyündə dəyərlidir və insan olmaq ona görə dəyərlidir ki, insan zəhmət çəkib onda olmayan xüsusiyyətləri əldə edə bilir. Və insanın bütün fəziləti bundadır, üstünlüyü bundadır. Biz buna görə şükür eləməliyik ki, biz insanıq. Həzrət Əli əleyhissalam məktubun əvvəlində gəncləri sövq edir ki, qocalıqda olan bəzi xüsusiyyətlərə sahib olsunlar. Mən buradakı cavanlara müraciət edirəm, deyirəm, ay gənclər, Allah fürsət versə, ömür versə, bir gün gələcək, hamınız qocalacaqsınız. Gənclər bunu bilsin ki, bir gün qocalacaqlar. Və qocalıq zamanında sizin bədəninizin bəzi qüvvətləri, gücləri, qüdrətləri tükənəcək, zəifləyəcək. Amma bir şey sizdə dəqiq qalacaq. O da həyatdan ləzzət almaq ehtiyacı, bu sizi tərk eləməyəcək. Şad yaşamaq ehtiyacı, sevinc içində yaşamaq ehtiyacı. Qocalıqda bu hiss qalacaq, bu ehtiyac qalacaq. Amma bu hissi təmin eləməyə güc qalmayacaq. Hamıya aid deyil, bir çoxumuzda. Bizdən asıldı məsələ. Mən gənclərə sual verirəm indi. Suallara hamı ürəyində cavab versin. Qoca vaxtınızda, yaşlı vaxtınızda, əgər Allah ömür versə, bu indiki dövrünüzdə olan o şadlıq halı var, onu tələb eləyəndə, qocalıq zamanında, ruhunuz onu istəyəndə neynəyəcəksiniz? Neynəmək fikrindəsiz? İstəyirsiniz ki, qocalanda bu şad xürrəm yaşamaq, ləzzət almaq istəyinin başına vurasınız deyəsiniz ki, otur yerində, getdi, bitdi. Yoxsa bunun bir yolu var. Bu suala özümüzdə cavab verək. Hamı istəyir ki, qocalıq dövründə də, zəiflədiyi dövrdə də yenə də şadlığını itirməsin, həyatdan aldığı ləzzəti itirməsin. Və mən sizə bir müjdə verirəm ki, cavanlıqda olan bəzi şeyləri qocalığa ötürmək mümkündür. Bu, mümkün olan bir şeydir. Yoxsa sizin həyatınız solğun olacaq, sönük olacaq, maraqsız olacaq, həyatdan ləzzət almayacaqsınız. Mən sizə müjdə verirəm ki, qocalıqda cavan ruhiyyəsində yaşamaq imkanınız var, mövcuddur. Yolu nədir? Yolu budur ki, cavanlıqda qocalığın bəzi xüsusiyyətlərinə sahib olasan. Yolu budur.
qocalığın bəzi xüsusiyyətlərinə gənclik dövründə sahib olasan. İndi sizdə qocaların bəzi xüsusiyyətləri olsa, qocalanda da cavanların bəzi xüsusiyyətləri olacaq. Cümləni yadda saxlayın. Deyirəm, indi sizdə qocaların bəzi xüsusiyyətləri olsa, qocalanda da cavanların xüsusiyyətləri olacaq. Bu bir qaydadır. Cavanlar deyə bilər, mən sizin adınızdan da danışıram öz adımdan, ona görə söhbətimiz hərdən uzun çəkir. Məcbursuz mənə bir saat dözəsiz. Cavanlar deyə bilər ki, qocalıqda cavanlıq ləzzətlərinin bəzisini dadmaq üçün cavanlığımıza zərbə dəyməyəcək ki, qocalıqda da cavan qalmaq üçün birdən deyərsən ki, cavanlığımızı qurban verməliyik ya, nə badə belə şey deyəsən, biz qəbul eləməyəcəyik. Birdən bizim başımızı pişirmək istəyirsən ki, cavanlığınızı qurban verin ki, qoca vaxtda da cavan qala biləsiz. Buradan nəyəsə azaldın ki, orada bəhrələnə biləsiz. Belə olsa biz sənə qulaq asmayacaq. Bu sözü əvvəldən deyirik sənə. Birdən sən mənə demək istəyirsən ki, cavanlıqdan az ləzzət al ki, qocalıqda da ləzzət ala biləsən. Mən istəmirəm onu. Mən istəyirəm elə cavanlığımda da ləzzət alım. Cavanlıq ləzzət dövrüdür. Mən razı deyiləm cavanlıq ləzzətindən imtina edeyim ki, qocalanda da ləzzət ala bilim. Mən də cavab verirəm ki, belə deyil, mənim sözüm bu deyil. Cavanlıq istedadlarından maksimum bəhrələnə bilərik və eyni zamanda da qocalıqda da cavan qala bilərik. İstedadlar cavanlıqda çiçəklənən dövrünü yaşayır və bu istedadlardan maksimum bəhrələnmək lazımdır və mənim də buradan danışanda, xütbədə buna mane olmaq fikrim yoxdur. Elə bir yol var, biz elə yaşaya bilərik ki, cavanlığımızdan tam zövq ala bilək və qocalıqda da cavanlıq ruhiyyəsində olaq. Məktubda bunun yolunu göstərir əslində əleyhissalam. Necə yolunu göstərir, izah eləməyə çalışacağım. Əvvəl gəncə məktub yazır, gəncə, cavana. Deyir, atadan oğluna da, yadınızda da bunları demişdik. Hansı atadan başlayır qocalıq xüsusiyyətlərini sadalamağa. Gəncə məktub yazır, qocalıqla giriş eləyir məktuba. Ki, qocalıqda adamda bu xüsusiyyətlər olur. Bu xüsusiyyətləri ki, indi mən Həzrət Əleyhisselam sadalayır. Siz cavanlar, baxın, görün hansını götürə bilərsiniz oradan indidən. İndidən götürə bilərsiniz. Və mən söz verirəm sizə ki, bu sizin cavanlığınıza qətiyyən mane olmayacaq. Bu barədə arxayın olun. Cavanlıq eləməyinizə mane olmayacaq. Əksinə, qocalığın bəzi xüsusiyyətləri var ki, onları indidən biz qəbul eləsək, cavanlıq eləməyimizə kömək eləyəcək. Daha yaxşı cavanlıq eləyəcək. Cavanlıqda qocalığın bəzi xüsusiyyətlərinə sahib olsaq, digər cavanlardan 10 qat artıq cavanlıq eləyə biləcək. Bu müqəddimə idi. Müqəddimə idi, məktubu başa düşmək üçün. Ruhi bir hazırlıq yaransın bizdə. Məktub necə idi? Minəl validil fan əl-muqirriliz zaman. Fani olan, zamanın amansızlığını etiraf edən atadan. Dünyadan getməkdə olan atadan. Ömrü bitib dünyadan gedəcək. Belə bir atadan. Deyir Əleyhisselam ki, mən bu yaşdakı qocalmışam, zamanın amansızlığını başa düşmüşəm. Mən başa düşmüşəm ki, zaman qətiyyən heç kəsə rəhm eləmir və gedir. Öz axarındadır. Heç kəsə rəhm eləmir. Zaman hər şeyi adamın əlindən alır. Hər şeyi alır. Bunu yaşlı kişilər var məclisdə, ağsaqqallar, soruşsun, onlar başa düşüb artıq. Həyat onları məcburən başa salıb. Məcburən. Bunu başa düşüblər. Məcburdular başa düşməyə. Qocalıqda təbii olaraq insan onu başa düşür. Amma gənclərin çoxu bunu başa düşmür. Ona görə zamanla düzgün davrana bilmir.
İndi cavan bunu cavanlığında başa düşsə, cavanlıq eləməklə mane olacaq, qətiyyən. Əksinə, cavanlıqdan faydalanmağa xidmət eləyəcək bu. Bəzi cavanlar var ki, qocaların zaman barədə fikrini əxs eləyir, mənimsəyir cavan yaşlarında. Biraz zaman haqqında danışaq, icazənizlə. Zamanı başa düşmək nə deməkdir? Adam zamanı başa düşüb, zamanı etiraf eləyib, nə deməkdir bu? Zamanı başa düşmək, yəni əcəli başa düşmək. Zamanı başa düşmək, yəni sonu başa düşmək. Yəni, zamanın keçəcəyini anlamaq. Bilmək ki, zaman keçəcək və sona çatacaq. Axirətdə əcəl yoxdur, düzdür? Son yoxdur. Orada sonsuzluqdur. Dünyada isə zaman, yəni bitəcək bir fürsət. Dünyada zaman bu anlamdadır. Cənnətdəkilərə zaman desən, zaman acı anlayış deyil cənnətdəkilər üçün. Bilirsiniz niyə görə? Ona görə ki, amansız deyil. Əlindən almır, sona çatmır ki, sən zamandan danışanda acı bir his keçirəsən. Ahirətdə cənnətdəkilər üçün zaman müsbət anlayışdır. Getdikcə hər şey arta-arta gedir. Heç nə azalmır və bitmir. Zaman ancaq xeyrinə işləyir ahirətdə, cənnətdə adamların. Amma dünyada zaman acı anlayışdır. Acılığı nədədir zamanın? Zamanın acılığı bundadır ki, zaman sona çatacaq. Hər şey sona çatacaq. Hər şeyin dünyada sonu var. Əli əleyhissalam buyurur ki, likulli şeyin müddətən və əcəla. Hər şeyin müddəti və sonu var. Hər bir şeyin. Qocalıqda adam bunu niyə yaxşı başa düşür? Qocalıqda adam bunu yaxşı başa düşür. Niyə? Çünki qocalığa çatana qədər bir-bir çox şeyin sonunun gəldiyini canlı təcrübədən keçirdir, müşahidə eləyir. Yadındadır, dişlərin salamat idi. Bitdi. Zaman öyrədi bunu. Yadındadır, qulağın yaxşı eşidirdi, gözün iti görürdü. Keçmiş zamanda danışır. Hər şey haqqında, çox şey haqqında. Keçmiş zamanda danışır. Yadındadır, yaxşı, rahat nəfəs alırdın, qaçırdın, çatmaq olmurdu sənə. Bitdi. Bəzi şeylər də vardı ki, onlar da yoxdur. Onlar da bitdi. Həvəsi qalıb ürəkdə, özü bitib. Görürsən ki, hamısı bitir. Həyat onu öyrədir. Həyat onu başa salır. Bir-bir neymətlərin getməyini qoca adamlar əyani olaraq başa düşür. Görür ki, zaman artıq alıb əlindən. Sona çatıb. Onda qoca yaşında zamanla üz-üzə qalır. Görür ki, zaman nə qədər amansızdır. Görür ki, zaman adlı bir amansız varlığın əsiridir. Qocalar bunu başa düşür. Hər şeyin sona çatdığını görəndə zamanı başa düşür. Əl-muqirriliz zaman budur. Əleyhissalam deyir, əl-muqirriliz zaman. Mən zamanı etiraf edirəm, iqrar edirəm. Yaşlı vaxtımda iqrar edirəm. Yəni ki, o kəs ki, başa düşüb, hər şeyin sonu var. Zamanı tanıyan bu adamdır. Bağışlayın, deyə bilərsiniz, bu sözləri danışmaqla bizi qəmləndirirsən. Bizi kədərləndirirsən. Oturmuşduq özümüz üçün neymətlərdən bəhrələnirdik, gəldin ortaya dedin ki, əleyhissalama nəuzubillah bu sözü hörmətsiz diyorlar, mənə deyə bilərsiniz ki, gəldin və fikrimizi sona yönəltdin, burnumuzdan gətirdin. Sən deyəndə ki, hər şeyin sonu var, halımız xarab olur, əhvalımız korlanır. Yaxşı da indi, alternativ nədir bəs, neynəyək onda? Bunu deməyək, neynəyək bəs? Gözümüzü yumaq, reallıqları unudaq, yaşayaq. Bu yol dalana aparır bizi. Bir yol ki, əvvəldən məlumdur, dalana tərəf gedir. Gözümüzü yumaq, onu yaşayaq ki, niyə bizim yadımıza reallıqları salırsan? Qoy biz öz xəyal dünyamızda pərvaz eləyək, yaşayaq, yalanlarla özümüzü aldadaq. Mən də sual verirəm ki, yalanla könül xoş eləyib yaşamağın axırı və indisi nə olacaq? Ümumiyyətlə, indisi nədir ki, sonu nə olsun? Reallıq sərtdir, bəli, reallıq sərtdir.
Amma sərt reallığı qəbul edib ləzzətlə yaşamaq yolunu tapmaq hünərdir. Elə hünər budur ki, həyatın sərt reallığını qəbul edib ləzzətlə yaşamağın yolunu tapasan. Yoxsa ötəri ləzzətlərə aldanıb, ağır dərdlərə müftəla olmaq əslində insan övladı üçün böyük bir faciədir. Bəziləri dünyadan bir şərtlə ləzzət alır. Bu məktub çox dəyərlidir ya, bağışlayın mən vaxt çox alıram, amma bunları izah eləməsəm olmayacaq. Bəziləri dünyadan bir şərtlə ləzzət alır, onun sona çatmasını unutmaqla ancaq. Bir şey yadıma salma. Deyib, belə şeylərdən danışmayaq, belə şeyləri yada salmayaq, o toy günündə deyirik. Belə şeyləri yada salmayaq, yaşayaq. Deyib, bizim başqa yolumuz yoxdur da, həyata baxsaq reallıqlar acıdır. Biz də istəyirik, bizə ayrılan ömrü ləzzətlə yaşayaq. Çarəmiz nədir? Bir çarə tapırlar ki, bu reallıqları unudaq, göz yumaq və inkar eləyək. Bilirik, var amma göz yumaq, özümüzü aldadaq və xoş keçsin həyat bizim üçün. Yəni, qoy 5-10 gün keyfimizi çəkək. Bilirsiniz, niyə görə? Ona görə ki, biz elə bilirik ki, ləzzət almağın başqa yolu yoxdur. Ona görə özümüzü aldatmaqdan başqa çarə tapmırıq. Axı, biz ləzzətdən əl çəkmək istəmirik. Yaxşı da eləyirik, əcəb eləyirik ləzzətdən əl çəkmək istəmirik. Çünki ləzzət almaq bizim haqqımızdır. Bu haqqdan niyə imtina eləməliyik? Amma biz and içmişik ki, ancaq reallıqları unutmaqla, hər şeyin sonunun gələcəyini unutmaqla ləzzət alacaq. Bundan başqa bir yol yoxdur. Axı, bu yol deyil, bu yol bağlıdır. Yazırlar, yol bağlıdır, işarə qoyurlar. Bu yol bağlı yoldur. Niyə görə bağlı yolu gedək ki, bilirik ki, gedib çıxa bilməyəcək məqsədə. Gəlin qəbul eləyək ki, bütün neymətlərin sonu var. Və buradan gələn ləzzət qapısını bağlayaq özümüzə. Saxta ləzzət qapısını bağlayaq. Özümüzü aldadıb ləzzət alırıq, o qapını bağlayaq özümüzə. Amma o zaman başqa ləzzətlərin qapısı üzümüzə açılacaq. Başqa ləzzətlərin qapısı üzümüzə açılacaq. Həmişəlik və dərin ləzzətlərin qapısı üzümüzə açılacaq. Bu ləzzət dünyadan başlayacaq, həmişə davam edəcək bir ləzzətdir. Qocalıqda da qalacaq. Kim cavanlıqda bunları başa düşsə, yalandan şad olmayacaq. Yalandan şad olmayan doğru şadlığı tapır və şadlığı daha dərin və davamlı olur, inanın mənə. Daha dərin və davamlı olur. Cavanın şadlıq istedadı çoxdur, şad olmaq istedadı, bacarığı, potensialı və cavan elə şad yaşamalıdır. Amma ay gənclər, niyə həqiqəti unutmaqla, ləzzətlə yaşamaq istəyirsiniz? Mənim başqa yol yoxdur. Niyə gördüyümüz həqiqətlərə göz yummaqla şad yaşamaq istəyirik? Gəlin zamanın bitəcəyini dərk eləyək. Bu halda sizin o ləzzət almaq ruhunuz var, ləzzət almaq əhvalınız, ruhiyyəniz, o mütləq gedib başqa bir ləzzət tapacaq, daha dərin və özünə layiq ləzzət. Başqa yol açılacaq ləzzət üçün. Bir nəfər deyir, nişanlıydıq, nişan mərasimimiz idi. Oturmuşduq gəlinlə, nişanlımla, cəmaat yığışmışdı. Dedilər, yaxşı, siz cavanlar çəkilin bir kənara, gələcəyinizdən danışın, şad keçsin də bu gecə sizin üçün, arzularınızdan, gələcəyinizdən filan. Bu da dindar adamdır. Deyir ki, yanımda Quran var idi. Çəkildik nişanlımla kənara. Xanıma dedim ki, gəl gələcəyimizdən danışaq. Qurana baxaq görək, gələcəyimizdən nə deyir? Qurana baxaq da, ən real sözləri Quran deyir bizə. Açdım, deyir, Ər-Rəhman surəsi gəldi. Ər-Rəhman surəsində Kullu mən aleyha fan və yəbqa vəchu Rabbikə zülcəlali vəl-ikram. Bu ayə gəldi. Ölüləri oxuyuruq, bunu ölünü qaldıranda. Bilməm niyə görə, hardan adət olub bilmirəm. Pis də deyil, oxunsun, amma belə bir hədisdə görməmişəm ki, desinlər, ölülər qaldırılanda Ər-Rəhman oxunsun. Yəqin ki, indi nəsə bir əsası var.
Nədir bu ayə? Ayənin mənası budur ki, kullu mən aleyha fan. Hər şey fanidir, hər şey sona çatacaq. Təkcə Allahın cəmalı, Allahın vəcihi, Allahın zatı həmişə qalacaq, əbədidir. Hər şey aradan gedəcək. Nişan günündə açıb görünə oxuyur gələcək haqqında. Nişan günündə deyərlər ki, 100 yaşa, 1000 yaşa. Allah da özü, indi sən o deməklə yaşamayacaqsan kimin. Allah da özü də nişan günüdür, 1000 yaşa. 1000 yaşayan yoxdur, Nuh Peyğəmbər o vaxt yaşayıb, indi yoxdur. Denən ki, Allah nə ki arzuların var, hamısına çatdırsın sən. Aleyhisselam deyir ki, əl-muəmmili mə la yudrək, arzularına çatmayan cavana yazıran məktubu. Cavanlıqda oturmuşuq nişanda, indi Quran açaq deyək ki, hər şey sona çatacaq deyib, biz belə yolla getdik. Hər şey aradan gedəcək, Quran deyir. Onda bu mənası nədir? Yəni, yalancı şadlıqlara yox. Elə nişan günündə. Yalancı şadlıqlara yox. Azad olduq yalancı şadlıqlardan. Sonra dedi ki, mədam ki, hər şey aradan gedəcək və Allah qalacaq, gəl həmişə bir yerdə xoşbəxt olaq. Onun yollarını axtaraq. Bəzi kişilər yarı zarafat, yarı ciddidir ki, arvad da cənnətdə məndən olsa da, harası cənnətdir? Günüm dığ-dığla keçəcək. Deyirsən, bir dəfə toyda sındıra-sındıra oynamaq üçün mənim günüm belə keçməlidir. Amma elə olmayacaq da, cənnətdə dəyişəcək də, elə olmayacaq. İnşallah ki, ümid edirik orada. Orada dəyişəcək, düzələcək. Oturaq, müzakirə eləyək ki, əbədiyyət qarşıda bizi gözləyir. Nişan günündə qarşıda əbədiyyət var. Bəli, fanilik bizi qəmləndirir nişan günündə ki, hər şeyin sonu var. Bu toy da bitəcək. Sonra çətin günlər də var qabaqda. Amma toyda gəl danışaq ki, görək o əbədiyyət adlanan cənnətdə hardan ev alaq özümüzə? Hardan ev alaq? Harasında mənzil götürək özümüz üçün? Burada qonaqlarımız bu adamlardır. Orada imkan var ki, bizim qonaqlarımız Peyğəmbər olsun, Xanım Zəhra olsun, Həzrət Əli olsun, İmam Hüseyin olsun. Belə qonaqlar ola bilər. Gəlsinlər cənnətdə bizə qonaq. Gəl dünya həyatını da buna uyğun tənzimləyək. İnanın, bu sevinç daha dərin və daha davamlıdır, əbədidir və dünyada da adama həyəcan gətirir. Bunun ləzzəti hara? Yalandan özü aldadıb, əldən çıxacaq neymətlərə könül xoş eləmək hara? Müqayisəyə gəlməz bir-birinə. Bunun şadlığı o qədər çoxdur ki, cəmaatın oynayıb, rəqs eləməyi filan sönük olacaq sənin gözün. Bunlar niyə oynayırlar? Adam ümumiyyətlə niyə oynayır, rəqs eləyir? Yəqin nəsə çatışmır da, həyat ona o sevinci vermir ki, deyik o ayağımı yerə vurum, bəlkə oldu, nəsə, rəqs bundan yaranır. Görün, bəlkə bir mahnı ifa elə ayağımı vurum, atlanım, düşüm ki, görün bu qəmdən necə xilas olun. Ona görə də o yerlərin adını qoyurlar şadlıq evi. Amma Allah istəyir ki, dünya bizim üçün şadlıq evi olsun. Dünya elə bir yer olmamalı ki, bəzi binaların adını qoyaq şadlıq evi. Elə orada şadlanaq. O şadlıq davamsız olur. Oradan çıxan kimi qəm çökür adamın ürəyinə. O məclisdən çıxan kimi. Quranı açdıq, əsl şadlığın barəsində düşünməyə başladıq və həyatımıza yeni şadlıq gəldi. Bəli, dünyanın faniliyini yada salmaqda bir acılıq var. Əleyhissalam da qəsdən o acılıqdan başlayır cavana məktubu. Acılığı gərək başa düşəsən ki, həqiqi şadlığa çatasan. Hər keyfin bir sonu var. Hər şeyin bir sonu var. Maddidirsə əgər. Təkcə biz ölməyəcəyik, hamı öləcək. Hər kəsin sonu var. Heç kəs qalmayacaq bu dünyada. Minəl validil fan, əl-mugirriliz zaman. Fani olan atadan, zamanın amansızlığını tanıyan atadan oğluna məktub. Sonra maraqlıdır ki,
Deyəsən gəlir cavanlığa, hə? Həzrət Əli də qocalığı belə danışdı. Sonra deyəsən ki, gəlir gənclik dövrünə, yenə də oxşar xüsusiyyətlərdən danışır. Yenə də acı xüsusiyyətlərdən danışır. Bu Həzrət Əli əleyhissalam neynəmək istəyir ki bundan? Bizim həyatımızı acılaşdırmaq istəyir. Deyir, bu məktub cavanadır. Qocalıqdan danışdı acı sözlər. Fani, ölümə hazırlaşan filan. İndi gəlir cavanlığa. Hansı cavanadır məktub? Əl-muəmmili ma la yudrək. Arzularla dolub daşan, amma arzularına çatmayacaq cavana. Əs-saliki səbilə mən qəd hələk. Deyir, ölənlərin yolunu gedən cavana. Yenə də acı sözlər danışır. Yəni, sən ki, indi yol gedirsən, ha, səndən qabaq çoxu gedib və ölüblər. Ölüm yolunu gedirsən. Qoca vaxtında qəbirstanlığa aparırlar, bəzi adamları. Baxırıq ki, aparırlar dəfn eləməyə. Onların hamısı bir vaxt cavan olub. Evləniblər, bəy kostyumu giyiniblər. Güzgün qabanda dayanıblar. Sən birinci deyilsən, bu yolu gediblər və dünyasını dəyişiblər. Təzə məsələ deyil bu. Bu təzə bir şey deyil ki, buna çox sevinəsən. Bu təzə bir şey deyil. Niyə bu acılardan danışır əleyhissalam? Həqiqi şirinliyi tapmaq üçün çarə yoxdur, gərək acılığı dadasan sonra. Sən elə şeylərə şad ol ki, deyir, bu yolu başqaları gedib, sən elə şeylərə şad ol ki, sən onu əldə eləmirsən. Başqalarında o yoxdur. Yoxsa nə olub, ay bala, toyumdur, evlənirəm. Tam evlənir, sonra da ölür. Evlənir, sonra da ölür. Niyə onda toyda yasa bataq? Yox, valla yox. Sən dərindən sevinsən, hadisələrdən asılı olmayaraq şad olacaqsan. Hər gün toy günün olacaqsan. Elə istəmirsən? Hər gün toy günün olacaq. Yoxsa deyib, mənim ad günümdür. Nə olub, ay bala, ad günümdür. Mühüm bir iş olub, bugün nə olub? Mənim 20 yaşım olub. Hamının 19 yaşından sonra 20 yaşı olur. Elədir, 19 yaşından sonra nə gəlir? 20 yaş. Sevinməli nə var burada? Yaxşı, ad günündə də sevinməyə, yox, sevinə bilərsən. Sevinməyə bir məntiq tap. Deyirən ki, Allah mənə ömür verib. Ömür yəni ona yaxınlaşmaq fürsəti. Ömür yəni onunla yaşamaq fürsəti. Şad olmaq fürsəti. Ləzzət almaq fürsəti. Yoxsa başqa ad gününün mənası nədir? Yer bir dəfə dövrə vurdu. Mənə nə dəxli var? Yer günəş ətrafına bir dəfə dövrə vurdu, mən bayram eləyirəm. Ay cəmaat, yığılın gəlin mənim ad günüm. Yer günəş ətrafına fırlanır və sənə aidiyyəti yoxdur bunun. Sən neynəmisən? Sən nə əldə eləmisən? Küçədə çınar ağacı var, 100 yaşı var. Onda görə ad günü keçirdi çınar ağacına. Həyətdə bir qoyun otlayır, 3 yaşı var. Gələn il qalsa 4 yaş olacaq. Belə də düz deyil. Reallıqlar bunlardır. Adama bir soyuq duş lazımdır ki, Həzrət Əli əleyhissalam o duşu verir ki, ayıl qəflətdən, bu aldadıcı ləzzətlərdən ayıl, yalancı xoşluqlardan qop, sonra görək nə olacaq da bir şadlığın yolunu tapaq. Mən başa düşürəm, sən insan şadlıqsız qalanmırsan, haqqındır, belə də yaşamalısan. Sən bundan qop ki, sənə həqiqi xoşluğu sonra verəcəklər. Biraz səbr eləyək də, məktubun davamı da var axı. Olmaz ki, biz həm yalancı sevincimiz olsun, həm doğrucu, həm yalancı şeylərə sevinək, həm doğrucu xeyr. Bu ikisi bir araya gəlmir. Biraz Əli əleyhissalama etibar eləyək, səbr eləyək. Əvvəl yalancı şadlıqlardan bizi çıxartsın ki, görək hərə aparır da bizi. Çoxunun dinə ona görə səbri yoxdur ki, dinin bəzi sözləri acı gəlir, din başlayır reallıqlardan danışmağa, öyrənir bax aldanmağa. Din də gəlir reallıqları qoyur qarşısına, acılığı gəlir, niyə görə səbr eləmir? Səbr eləsə görəcək ki, o acılıqdan başlayır keçid almaq üçün, acılıq müqəddimədir, başqa yerə aparmaq istəyir səni. Çoxunun dinlə arası ona görə yoxdur, buradan qırılır. Səbirlilər qalır, görək bunun sözünün axırı nədir, nə demək istəyir?
Din gəlir yalancı şadlığı alt üst eləyir. Ona görə yox ki, qəmə qərq eləsin bizi. Ona görə ki, sevincin düz ünvanını göstərsin. Sən də deyirsən, salla mənə dəymə, ay din. Ged öz işinlə məşğul ol. Qoy özüm könlümü yalancı sevinclə, şadlıqla xoş eləyirəm. Gəl bir cavanlıqdan danış Həzrət Əleyhisselam sözlərinə bax. Qərəzil əsqam, xəstəliklərin hədəfisən mənim oğlum, cavanlıqda deyir onu. Və rəhinətil əyyam, günlərin girovusan. Və rəmiyyətil məsaib, müsibətlərin nişəngahısan. Belədir, belə deyil. Xəstəliklərin hədəfisən, nə qədər qriplər var səni gözləyir, əlinə sürtür, nə qədər xəstə, şəkər var müəyyən yaşdan sonra filan. Bunlar hamısı təbii axarıdır həyatın. Nə etmək lazımdır? Bu reallıqları görüb möhkəm olmaq lazımdır, qüdrətli olmaq lazımdır və sevincə başqa mənbə tapmaq lazımdır. Gözəl hədislərdən birini sizin üçün oxuyuram, Əleyhisselamdandır bu hədis. Buyurur ki, Ərəfun nas biz zaman mən ləm yətəəccəb min əhdasih. Çox gözəl hədisdir. Buyurur, zamanını ən yaxşı tanıyan adam hadisələrə təəccüblənməyən adamdır. Çox gözəl hədisdir bu. Nə olsa həyatında desin ki, hə, gözləniləndir. Bilirdim olacaq. Heç bir hadisə bunu təəccübləndirməsin. Bir bəla gələndə desin, mühüm deyil olan şeylərdir. Həyatı düz tanıyan belə adamdır. Ailə qururlar, bir ildən sonra bir-birindən ayrılırlar. Burada dəyərli bir ustad iştirak edir, mənim üçün əziz olan insan, İlqar Kamil. Onu salamlayıram və bu mövzularda daha təcrübəlidir və daha dəyərli fikirlər səsləndirə bilər və təsdiq eləyə bilər mənim sözlərimi. Bir ildən sonra gəlirlər ki, biz ayrılırıq. Dava düşüb, niyə görə? Boşanır adətən. Ona görə ki, hadisələri gözləmirdi, hazırlıqsız başladı həyata. Başa düşmürdü ki, mütləq problemlər və uyğunsuzluqlar olacaq. Əleyhisselam bu reallıqlarla cavanını tanış eləyir. Deyir, müsibətlər səni gözləyir, çətinliklər, təbii şeylərdir. Sən bütün hadisələri proqnozlaşdıra bilməlisən həyatın əvvəlində, cavanlıq dövründə. Heç nəyə təəccüblənməyəsən. Qocalar niyə az təəccüblənir? Deyir, ay, çox görmüşəm, hə, belə də olmalıydı. Da görüb də, hər üzün görüb. Şad hadisədə, qəmli hadisədə səni təəccübləndirməsin. Xahiş edirəm sizdən, sadəlöf yaşamayaq. Yoxsa çətinliklər bizi ağır müsibətə salacaq. Kiçik bir xoş hadisədə həddindən artıq sevindirəcək bizi. Amma zamanını tanıyan heç bir hadisə onun üçün gözlənilməz deyil. Acı hadisədirsə çox əzab çəkməyəcək, xoş hadisədirsə də çox həddən artıq itirməyəcək özünü, başı gizəllənməyəcək, sevinməyəcək. Cavan belə olsa, qocalıq xüsusiyyətlərinə sahib olur. Nə, bəzi adamlar var, yıxılaq öləydi onda da, deyilən yıxılaq ölək. Kim dedi sənə öləsən? Mən sənə deyirəm ki, qəm və sevinci hadisələrdən azad elə. Hadisələrindən asılı olmayaraq şad ol. Bu düzgün reseptdir də, düzdür. Hadisələr dəyişkəndir. Niyə istəyirsən ki, 5 dəqiqə sevinəsən, sonra qəmlənəsən, sevinəsən? Yorulacaqsan axı sən belə. Əldən düşəcəksən. Hadisələr davamlı deyil axı. Niyə birinə könül bağlayırsan ki, sonra acısı gəlib? Halın nə qədər dəyişkən olacaq sənin? Hadisələrin əsirisən sən. Sən sevincivə bir sabit mənbə tap. O ki, dəyişkən deyil, o da Allahdır. Bir dəfəmli səbrim çatmadı, dedim onun adını. Onun işi sevinç ötürməkdir, dayanmadan fasiləsiz sevinç ötürür. Özü də sabitdir, hadisələrdən asılı olmayaraq şadsan. Çünki o dəyişkən deyil. Deyirik, bugün yaxşı gün idi, bugün pis gün idi. Yaxşı gün, pis günün meyarı bizim üçün nədir? Hadisələrə görə qiymət veririk günümüzə. Hadisələr yaxşıdırsa yaxşıdır, pisdirsə pis. Amma günlərin hamısı yaxşıdır. Əgər hadisələri düz qarşılaya bilsək. Pis gün yoxdur insan üçün. Sabit bir yerə bağlanasan, çox şad olasan,
keyfiyyətli şadlığın olsun. Heç də sənin üçün gözlənilməz olmasın. Elə bil ki, futbol oyunu da, indi çempionat vaxtıdır da, misal çəksə uyğundur. Deyəsən ki, məsələn, oyunun nəticəsini biləsən, çox adam oyuna baxmaz. İndi də yoxdur, əvvəllər olurdu oyunun təkrarını verirlər, bəzi adamlar baxanmirdi, deyirdi ki, mənə deməyin hesabı. İndi də əlimdə telefonda birinci qolu vuran kimi yazırlar da, indi öyle bir şey yoxdur. Amma maraqlısı budur ki, nəticəni biləsən, heç nə sənin üçün bu oyunda gözlənilməz olmasın, onda daha dərin baxa bilərsən oyuna. Biz ancaq ləzzəti nədən alırıq ki, nəsə bir hadisə olsun ki, gözlənilməz. Mən məsələn, çox filmə, seriala baxan adam deyiləm. Bizimkilərə ümumiyyətlə son dövrlərdə baxmıram. Amma bəzən olur, bəzi təklif olur, baxıram. Həmişə axırına əvvəl baxıram və kiməsə də tövsiyəni deyirəm, hadisələrin axarına qərq olmayın bir şeyə baxanda. Mənim bir tövsiyəm belə olur adətən. Çünki mən bilim və mən üçün hadisələrin o zənciri önəmli deyil. Oradan hal əldə eləmək istəyirəm. Adam gərək ancaq gözlənilməz bir şeylərə bağlanmasın. Hər şey insan üçün gözləniləndir.